İndi isə daha ətraflı Xocalının Ballıca kəndinə növbəti köç prosesi yola baş tutub. Ümumiyyətlə həmin əraziyə köç edən insanlar öz doğma yurtlarına qayıdıblar. Bu mərhələdə kəndə 24 ailə olmaqla 98 nəfər köçürülüb. Bununla da Ballıcaya köçürülən ailələrin sayı 136-ya çatıb. Xocalıya, Ballıcaya. Mən Xocalının Qəhrəman Kosalar kəndində anadan olmuşam. Oradan mən çıxanda 15 yaşım var idi. İndi 49 yaşım var. Çox şükür bugünə. Bugün mənim həm sevincli günümdür, həm kədərli günümdür. Sevincliyəm ona görə ki, Qarabağ torpağıma qayıdıram. Gec olsa da 31 il keçsə də qayıdıram. Amma kədərli günüm odur ki, bu torpaqlara gəlmək, qayıdış eləmək üçün mənim gəlin bacılarım, qaynənəm, qaynatam, eləcə də anam çox arzulayırdılar bu torpaqlara qayıtmağı, ev sahibi olmağı, yaşamağı. Allah qismət eləmədi. Bugün Zenfira Hümbətova kimi onlarla insanın çırağı Xocalının Ballıca kəndində işıqlanacaq. Düz 33 il sonra 24 ailənin Novruz tonqalı Ballıcada yanacaq. Hər bayramda tək diləyi vətənə qayıtmaq. Şəkərbura paxlavasını Dədə-baba yurdunda bişirmək olan Ballıca sakinlərinin nəhayət ki diləkləri gerçək olur. Beləliklə, tarixi qayıdışla 98 nəfərin nəinki Novruzu, hər günü, hər dəqiqəsi, havası suyu bal qədər şirin olan Ballıcada keçəcək. Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, bununla da Ballıcaya köçürülən ailələrin sayı 136-ya, 660 nəfərə çatacaq. Mən oradan çıxanda mənim 21 yaşım vardı. Özüm də 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuşam. Bugünə çox şükür. Hal-hazırda orada mən özüm tək qayıtmışam. İndi hal-hazırda 5 nəfərdən qayıdıram. Bugünə çox şükür. Minnətdarım hər birinə, dövlətimizə, ordumuza, Allah şəhidlərimizə rəhmət eləsin. Ordumuza can sağlığı versin. Qazilərimizə can sağlığı versin. Şəhidlərimizə də Allah rəhmət eləsin. Nə bilim, sevincimin həddi yoxdur. Sevincimin həddi yoxdur. Torpaqların üzünü görməmişim, amma sevincimdən uçmağa qənədim yoxdur. Gedirəm torpaqlarımıza, Ali Baş Komandamıza təşəkkür edirəm. Yaşasın Azərbaycan. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya təşəkkür etdilər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib bu yolda canlarından keçən şəhidlərimizə rəhmət dilədilər. Öz doğma yurduma qayıdıram. Bugün mən fəxr eləyirəm. Birinci Ulu Öndərimiz Heydər Əliyevə Allah qəni-qəni rəhmət eləsin. Onun oğlu prezidentimiz İlham Əliyevə Allah uzun ömür can sağlığı versin. Yoldaşı Mehriban xanım Əliyevəyə Allah uzun ömür versin ki bizə bu şəraiti yarattı. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizə uzun ömür can sağlığı versin. Və mən Bakıdan düz Babıra kimi Allah'a and olsun şəhidlərin ruhunu çağırıram ki o şəhidlər icazə versin. Mən ayaq basım o torpağa hələ görüm icazə verəcəkmi? Mən bu ayağımı basım o torpağa. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır.